Hələ gəl də deyirəm arxayın eləyərəm. Mən bilmirəm ki, onu bizə açot vermirlər ki. Çox sağ olun. Görəcəksiniz XXX. Öz adından yazanmırsan, ha X. Mənim adım my name is Afət. Allahdan qorx deyir. Mən neynəmişəm ki? Allahdan qorx. Kim kimə iftira böhtan atırsa o qorxsun Allah. Mən aparıb birinci şikayət edən Vəfa olub, ona yazın Allahdan qorx. Döymə taxta qapımı, döyməyim dəmir qapını. İndi hodri meydan. Yıldız Tilbəyi də çerez menecerlərinə mən ora-bura yazmaqla bildirdim, bəli. Mən dedim ki, bu adam sizin adınızdan istifadə edir. Çünki Yıldız Tilbə elə bir sənətkardır ki, 100 yox, 1 milyon da versən oxumaz. Yıldız Tilbə sənətkardır, ağlınız o hansısa piyanskalara zada getməsin. Piyanskalar var, məsələn, bəziləri içirlər, içki puldan ötürü nənəmlə də oxuyarlar. Var ki, amma Yıldız Tilbə sənətkar sənətinə dəyər verəndir. Ona pul keçmir, yəni sənə pul vermir. O oxuyarsa pulsuz oxuyar, özü sənətkarla oxuyar. Ora hara da canım, metrodur. Profildə nömrə var, yazarsınız, əlaqə saxlayarsınız WhatsAppda. Gününü, tarixini boşuqsa niyə gəlmirik, işimiz budur da. Getsən oxu. Ay balam. Mən ümumiyyətlə kimləsə duya toxumağı düşünməmişəm. Kimlərlə də duya toxumuşamsa həmişə düşünmüşəm ki, bəlkə bir addım köməyi olar da, yəni belə düşünmüşəm. Aeroporta gedirəm, uçacam. Yenə təyyarə almışam axı, öz təyyarəmlə uçacam bu dəfə. İndi səhifə istəyirəm, sayt istəyirəm, yazsın da. Və nə yazırdınız ki, Vəfa Yıldız Tilbə ilə duya toxuyacaq. Vəfa Qalinvagen aldı. Hə. Mən də təyyarə almışam, yazın da. Niyə yazanmırsınız? Hə, iPhone verməmişəm. Yazın, verəcəm. iPhone-un kabrasını verəcəm yazana. Təyyarə almışam, hə. Siz hər yerdə yazarsınız. Mən də keçmişəm bu işə. Ancaq yalan, düz sözlə aram yox. Düz söz danışana təhqir yazırlar. Bu gündən sonra 10 dənə cümlədən 8-in yalan danışacağım. Amma sizə deyirəm. Sibirə uçuram, hə. Minus 15 dolar, 15 minus 15 dolar. Amma getdiyim yerdə mənfi 30, mənfi 40 çox sevdim. Kütahya yaxın yerdir, amma sürətli. Çox sağ olun, öpürəm sizi. Fizi buradasan, moderatorum yoxdur, amma ki sağ olun, nə gözəl sözlər yazırsınız. Nəyə dözürəm? Mən putuşestvo kimi baxıram buna, yəni. Hə, keçən dəfə demişəm putuşestvo. Hamısı olub mənim üçün rus dili müəllimi. Putuşestvo. Və nə deyim, yaxşı, putuşestvoya yazılır. Onu danışanda yer Azərbaycan cümləsinin içərisində işlədirəmsə. Nə deməliyəm ki? User, səhifəmdə bəniyyəsilənirsən, ha, user, görsən səni bloka da atmıram. Da belə mənim bu gül cəmalıma baxıb yanasan. Yanasan, ay dədə. Canım mənim, bu yazan Mehman bəy, çox qəşəng yazmışsınız. Mən də sizin kimi düşünürdüm. Baxdım, gördüm, bu adam üstə qoyub. Mən buna baş qoşmadıqca, həm mahnımı oxu, həm özümü ona buna söydür, həm özümü apar məhkəməyə bir. İndi gəl vuruşaq. Bax, sənə burada cinayət çaşdırmışam. Bir həftəyəm, 10 günəmi, bir ayam bilmirəm, yenə deyirəm, dədəmin idarəsi deyil. Prosedur qaydalar var da, indi bir idarə baxmır ki, ora yazır, göndərir o tərəfə, ora yazır. Yaxında işləyəcəksiniz. Oradan da Yıldız Tilbə açdırdı. Bəli, sağ olsun onun köməkçiləri, menecerləri səsimizə səs verdilər. Bəli. Mən Tovuzdan deyiləm ki, Tovuzun üzqarası olan. Mən orada doğulmuşam. Gəncədə doğulmuşam əslində.
Mənim əslim Təbrizdəndir. Afət xanım, mən ər çörəyi şey deyiləm ki, qabiliyyətsiz deyiləm ki, oturam evdə deyəm, bacarığım yoxdur. Mənim qabiliyyətim var. Mən müğənniyəm. Ərə gedəndə də müğənni kimi ərə getmişəm, şərt kəsmişəm ki, birdən sonra mənə deyərsən, evdə otur və bəri başdan deyirəm. O da istədi desin, elə davalarımız da onun üstə idi. Dedim, yox, mən şərtimi kəsib gəlmişəm. Mən ay canım, milyonerdir, dilənçidir, mənim canıma qəbuldur. Mənim ərimlə nə işiniz var? Kef mənim, ər mənim. Onu bilən bilir.